Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə deyir ki, Allah Teala buyurdu: "El-mutehabbune fi celali." Mənə görə bir-birini sevənlər üçün lehum menabiru min nurin. Onlar üçün nurdan minbərlər olacaq. Nurdan minbərlər. Yağbituhum en-nebiyyun ve şuhada. Onlara qibtə eləyəcək kimlər? Peyğəmbərlər və şəhidlər. Elə bir dərəcədir ki, Allahın peyğəmbərləri və Allah üçün şəhid olmuşlar qibtə eləyəcəklər ona. Nurdan minbərlər vermisən ey Rəbbimiz onlara. Kim idi onlar? Allah üçün bir-birini sevənlər. Allah üçün bir-birindən üz döndərənlər deyil, dəyərli qardaşlar. Allah üçün bir-birini sevənlər. Allah Teala'dır ki, innemel mu'minune ihvetun. Möminlər yalnız qardaşdılar. Biz elə bilirik ki, Allah Teala'nın xəbəri yoxdur. Bizim sözlərimizdən, bizim əməllərimizdən, bizim qardaşlığımızdan, bizim bir-birimizə olan münasibətimizdən, bizim bir-birimizdə qəlbində olan kinə, nifrətdən xəbəri yoxdur. Hansı adımla danışırıq Allah Teala'nın qardaşlar? Kim deyə bilər? Hansı adıydı? Nə deməkdir rəqib? Nəzarət eləyir. Hara nəzarət eləyir? Mənasını da dedik. Qəlblərə, dillərə, qulaqlara, gözlərə fikir ver. Hamısına nəzarət eləyir.